Salam dostlar, hər birinizi salamlayıram. Bir daha keçmiş bayramınızı təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı arzu edirəm. Bildiyiniz kimi birinci dövrə artıq başa çatıb və mən yekun bir Turantovuzun hesabatını özüm üçün hazırladım və istərdim ki, sizlər də onlardan tanış edin. Bəli, birinci dövrə komandamız 4-cü turnir cədvəlinin 4-cü pilləsindədir və ehtiyatda bizim bir oyunumuz var ki, həmin oyunda qələbə ilə qazansaq komanda 3-cü yerə yüksələ bilər. Ümumi 8 bizim qələbəmiz və 3 bərabər, 4 məğlubiyyətimiz var ki, rəqib komandalara 19 top vurduğumuz halda 12 top öz qapımızda görmüşük. Bəli, kağız üzərində mövqeyimiz, xallarımız heç də pis görsənmir. Lakin Tovuz azarkeşlər bilirsiniz ki, tək nəticə yox, eyni zamanda futbola da üstünlük verirlər. Və mən vacib bir məqamı da sizlərin nəzərinizə çatdırmaq istərdim ki, bu halların ən çox haradan əldə edilməsi baxaq. Demək, turnir cədvəlinin bizdən aşağıda olan komandalara qarşı ən çox hallarımız əldə edilir və ilk 5-likdə olan komandalara qarşı isə tək Sumqayıt istisna olmaqla məğlubiyyət və yaxud bərabərlik vardır. Açıq danışacağım, azarkeşlər komandanın oyundan narazıdır. Komandanın topla rahat oynamaması, eyni zamanda qısa ötürmələri, kombinasiyalı oyun və kəsərli hücumların az olması. Oyun planı əsasən uzun ötürmələr, standart vəziyyətlər və müdafiədir. Bu isə Tovuz azarkeşlərinə yaraşan bir futbol deyil. Və digər vacib məqam, demək, biz tənqidlə yanaşı ədalətli olmaqla vacibdir. Klubda görülən işlərlə bağlı sonsuz təşəkkürümüzü bir daha bildiririk Ehtram müəllimə. Komandanın bugünkü gündə suni otörünün dəyişilməsidir, Tovuzdakı olan akademiyadır, bazalardır, Bakıda olan məşq bazasının mövcudluğu, bunlar komandanın gələcəyi üçün atılmış vacib adımlardır. İndi isə keçək ən çox danışılan birinci dövrədə, ən çox danışılan sabahla oyna, demək sabahla ev oyna. Burada 1-3 məğlubiyyətimiz ki var, həmin məğlubiyyətdən sonra qarşı tərəf alqışlanır və bu mövzuda dərhal ittihamlar səsləndirilir. Amma gəlin dürüst olaq, bu alqışlar kütləvi idi və stadionda yetərəcə eşidilirdi və heç də təsadüfi deyildi. Bu alqışlar rəqib komandaya yox, futbola olan alqışlar idi. Məncə bu alqışlar Tovuz azarkeşlərinin futbola, nizam-intizama olan hörmətinin göstəricisi idi. Heç də bu komandanı sevməmək anlamına gəlmir. Və düşünürəm ki, komandasını sevən azarkeş və komandasından daha yaxşı oyun tələb etməyə də haqqı var. Keçək baş məşqçi məsələsinə. Bildiyimiz kimi bir çox azarkeşlər Qurbanberdiyevdən narazıdır. Mən də bunu açıq şəkildə demişəm. Amma mövcud vəziyyətdə məsələyə biraz soyuqqanlı yanaşmaq lazım olacaq. Çünki Qurbanberdiyevin klubla müqaviləsi var və bu müqavilənin böyük maliyyə yükü mövcuddur. Ona görə indiki bir vaxtda komanda baş məşqçisinin dəyişikliyi komanda üçün bir riskdir və yeni bir məşqçinin təyin olunması və komandada hər hansı bir nəticə əldə olunması və yaxud da ardıcıl məğlubiyyət bu heyətlə heç nə edə bilməmək kimi bəhanələr ortaya çıxa bilər. Ona görə ən doğru yol Qurbanberdiyevlə mövsümün sonuna qədər şərait yaratmaq, mövcud vəziyyəti izləmək lazımdır və mövsümün sonundan sonra komandada nəticə və yaxud heç bir oyun baxımından irəliləyiş olmasa, Qurbanberdiyevlə demək getməsi məncə tam məntiqli və ədalətli qərar olardı. Bu günləri qış fasiləsidir. Komandamız artıq yanvar ayının 4-ü yola salındı. Türkiyənin Bələk, Antalyanın Bələk bölgəsində məskunlaşacaq və orada 2 oyun nəzərdə tutulub, yoldaşlıq oyunu. Eyni zamanda da komandadan bugünkü gündə ayrılanlar və icarə verilənlər ki var. İnşallah onlar da tam rəsmi qaydada sizə məlumat verəcəyik. Düşünürəm ki, bu dəyişikliklər komandanın kağız üzərində yox, meydanda da öz əksini tapacaq. Çünki biz Tovuz azarkeşlər çox şey istəmirik və sadəcə biz azarkeşlər mübarizə, xarakter və Tovuza yaraşan futbolu görmək istədik. Çox sağ olun, biraz çox oldu, amma düşünürəm ki,
azərkeşlərimiz üçün maraqlı bir söhbət eləmiş olduq. Sağ olun.